Vahiccul beyt, yani yakınlaştı. Allah'ın evini hac eləmək. Vahiccul beyt. Haccı. İnsanlara Hazreti İbrahim Aleyhisselam Allah Celle Celaluhu buyurur. İnsanlara haccı elan et. Sesini mən duyuracağım dedi. وَأَذِّنْ حَجَّ وَأَذِّنْ حَجَّ. Mesela birisi bir defa hac eləyər, yeter ona. Fəcr yerine gelmiş olur. Qalan 100 defa, 1000 defa da eləsə nafilədir. O kimsələr eləyər ki, birinci elədiyi hac kəsir qalıbdır. Hac yerinə oturmayıbdır. Yəni dəvə qurbanı ilə, sığır qurbanı ilə də onu düzəldə bilməyibdir. Belə bir adam həmən ertəsi il gedib haccını düzəltməlidir. Keçən ildə qalan yarımçıq haccını tamamlayıb düzəltməlidir. Qəzasını yerinə gətirməlidir. Amma bir insan haccı yerinə gətiribsə və bu yerindədirsə, sonraki getdikləri nafilə olacaqdır. Amma gedib orada görürsünüz, Ərəfatda biri dəvə minir, dəvədə şəkil çəkdirir, orada şəkil çəkdirir, burada şəkil çəkdirir, təsbih axtarır, kim daha bahalı təsbih aldı, kəhraba 5000 dollardan başlayan təsbihlər, filan fəsman. Kimə saxa göstərirsən? Üzr istəyirəm, bunun minvalını mən başqa cürə demək istəmirəm, ya haccın adı çox böyük. Amma o vaxtı Mərvanın da eşşəkləri getmişdi. Üstündə su var idi, yük var idi, yiyəcək filan fəsman var idi. Mərvan döndükcə, Kəbənin ətrafında tavaf elədikcə, eşşəklər də kənardan dönürdülər. Üzr istəyirəm, ya bunu özünüzə götürməyin, ha? Amma hac eləyirsən sən. Ərəfat elə bir yerdir ki, Ərəfatda ən talihsiz insan mənim günahlarım bağışlandı mı, bağışlanmadı mı, zənninə düşəndir. Ki onu yerinə getirsən, anadan yeni doğulmuş kimisən ya.